yazanlar, pozanlar, kulislərdə danışılanlara ki, Röya Ayxan niyə səs Azərbaycanda var? Ismarıc nə Mən də sizə yollayardınız? bir sual verim. Niyə Röya Ayxan o kürsüdə olmasın? Deyin görün mənə. Niyə olmasın? Röya Ayxan bu dəqiqədə Mikpro ilə biz çalışırıq. Hər həftə sizə təqdim edirəm. Hər 5 ildə neçə hitlər çıxıb. Birlikdə ağlayıb gülmüşük. Ən gözəl konsertləri sizə yaşatmışam. Sizlə ağlayıb gülmüşəm. Kifayət Röya qədər. Ayxan Azərbaycan estradasına yeni nəfəs gətirdi. Mənim öz yolum var. Və o yolun da Ay arxasınca millət, da ordu ay gəldi. əziz tamaşaçılar. Mən heç kimin yolunu təkrar etmədim. Mən kiməsə oxşamadım. Kiminsə stilini oxumadım. Bu dəqiqə hər kəs kim bunu dansa, zaten özü bilər. Amma bunu danmaq da Allaha acıq edər. Mən öz yaşımda, öz yaşımla, öz yaşlarım arasında öz cığırını yaradan qadın oldum. Mən öz tərzimi oxudum. Mən elə bir yol açdım ki, o yol heç vaxt unudulmayacaq. Və məncə siz bu fikirlərdən əl çəkin. Çünki siz belə danışdıqca mən daha çox gücə gəlirəm. Gəlin əl-ələ verək. Bizim bu sərvətimizi yerə vurmayaq. Sevgilərimizi bir-birimizə vaxtında çatdıraq ki, sabah mən başımı qoyub Allah eləməsin, bir şey olsa mənə, hamınız mənim arxamca elə ağlayıb, bu qız belə idi, bu qız belə idi. Bunu mən öləndən sonra deməkdənsə, mənim sağlığımda deyin ki, mən sizə daha gözəl işlər bəxş edə bilirəm. Ürəyimsiz.